Salam, 72-ci suala baxırıq. Xəritə sxemdə verilmiş A məntəqəsində yerli vaxtla saat 12:00-dur. Bu vaxt müvafiq olaraq B və C məntəqələrindəki yerli vaxtı müəyyən edin. Diqqətlə baxırıq ki, A məntəqəsi Qrinviçdən 20 dərəcə şərqdə, yəni 20 dərəcə şərq uzunluğunda, C məntəqəsi 120 dərəcə şərq uzunluğunda, B məntəqəsi isə Qrinviçdən qərbdə 20 dərəcə qərb uzunluğunda yerləşir. Qeyd olunmuşdur ki, A məntəqəsində saat 12:00-dur, yəni günorta vaxtıdır. O zaman biz B məntəqəsində saatı tapmaq üçün ilk növbədə 20 dərəcə qərb ilə 20 dərəcə şərq uzunluğu arasında dərəcə fərqi, yəni bu məntəqələr arasında dərəcə fərqini müəyyən edirik. Bu da edir 40 dərəcə. 1 dərəcəmiz 4 dəqiqə olduğu üçün 40-ı 4-ə vururuq 160 dəqiqə və 160 dəqiqəni də 60-a bölsək 2 saat 40 dəqiqə cavabını almış oluruq. Deməli, B məntəqəsi A məntəqəsindən qərbdə yerləşdiyi üçün o zaman 12:00-dan 2:40-ı çıxmaq lazımdır. Bu da eləyir 9:20. Deməli, biz bundan B məntəqəsindəki saatı tapmış olduq. İndi isə C məntəqəsində saatın neçə olduğunu müəyyən etməliyik. A məntəqəsi 20 şərqdə, C məntəqəsi 120 dərəcə şərqdədir. O zaman dərəcə fərqini tapırıq. Edəcək 100 dərəcə və eyni halda 100 dərəcəni 4-ə vururuq 400 dəqiqə və 400-ü də 60-a bölsək 6 saat 40 dəqiqə cavabını alırıq. Amma nəzər yetirsək C məntəqəsi A məntəqəsindən şərqdə yerləşir. O zaman burada saat da irəli olacaqdır. A məntəqəsində saat 12:00, üzərinə gəlir 6:40-ı 18:40 cavabını alırıq. Bu da ki C məntəqəsinin saatı. Deməli, müvafiq olaraq B məntəqəsində saat 9:20 olacaq. C məntəqəsində isə 18:40. Sualın doğru cavabı A variantı olacaq.